Hər birinizi salamlayırıq dostlarım, nedir ki işləriniz qaydasındadır. Var arxası YouTube kanalındasınız və burada biz bugünkü podkastda Çempionlar Liqasının 3-cü əlim göydə qalmasın qırışdı. Çempionlar Liqasının 3-cü turunun yekunlarını və nəticələrini müzakirə edəcəyik. Əlbəttə ki bunu mən tək etməyəcəm çünki bu gün burada möhtəşəm mənim kolleqalarım var. İlk öncə Elvin, qatı Juventus azərkeşi, artıq bilirsiniz ki bu gün Qati azərkeşi. Qati azərkeşi və ay canım, buyursunuz da pardalsın. İndi məsələ nədən ibarətdir? Bu gün Elvin, Juventus azərkeşi başa düşürsüz ki, biz bir oyunu müzakirə edəndə o danışmayacaq. Həmin oyunu biz danışanda isə çox danışan şəxs Fərman, Real Madrid azərkeşi və mən salamlayıram. Və mən Real Madrid azərkeşi həmçinin hər birinizi salamlayıram. Maraqlı bir tur oldu. Həqiqətən bol qollu. Amma hər zaman olduğu kimi birinci gündə qol çox olursa, ikinci gündə necə deyirlər, menş olur. Amma biz biraz başqa cür danışacağıq bu məqamı. O cəhətlər ki, biz əgər siz bundan qabaqki podkastımızı izləmisinizsə, biz bir neçə oyuna öz ehtimallarımızı verdik və bu ehtimalları elə bu buraxılışda da yoxlamaq istəyirik. Kim nəyə qadirdir, necə deyərlər. Və ilk öncə hesab dediyi, demədiyi fərqi yoxdur. Bunu danışmalıyıq. Atletico Bilbao Qarabağ maçı oldu və uşaqlar mənimlə nə az nə çox düz 5 podkast mırtdaşırdılar ki, bəs Samamesdə səfər bizi bildir, falan 5 məkan. İndi görüm uşaqlar buna cavab olaraq nə deyəcək. Heç nə Qarabağ xal itirdi. O harda? Samamesdə. Samamesdə Bilbao xal qoparda bildi Qarabağdan. Uydu bu sözlər başqa qayıtdı. Yəni uduzmağımız da ləzzət edir ya adamı özümü. Amma ilk öncə onu bildirək ki, bizim media möhtəşəm. Hər birinizi salamlayıram. Bildirmişdik ki, Ernesto Valverde deyib 9-0 olacaq, nə olacaq? Ernesto Valverde də boy deyil. Sadəcə mətbuat konfransında ki, belə bir şey deyə biləcək adam yoxdur. Yəni bu hörmətsizlikdir də. Üzr videosu sırası. Yox, əslində bir də keçər. Yox, əslində bir nəfər var idi deyən bunu. Rayo Real Madrid maçından əvvəl Rayo baş məşqçisi demişdi ki, biz bu gün udmasaq, mən bir yerimi çıx eləyəcəm. 12 hesabı ilə uduzdular həmin oyunu və çıx eləmədi. Agüero da var elə. Agüero necə? Agüero da 2 qat borcu var. 2 qat da biz nə görürük? Nəysə, Atletico Qarabağ oyundan biraz mən deyim ki, Salmames bəli, doğrudan da böyük bir rol oynadı. Amma təsiri oldu açıqda. Oldu, çox böyük bir təsir. Biz bütün 90 dəqiqə ərzində gördük ki, belə deyək, birinci 5 dəqiqənin çıxmaq şərti nəyə görə Qarabağ qol vurdu və hamı şoka düşdü ki, 52-ci saniyə yoxsa 54-cü saniyədə qol vuruldu. Bəli, müdafiəçilərin səhvi idi, amma o müdafiəçilərin səhvindən istifadə etmək də böyük bir peşəkarlıqdır. Ondan başqa Atletico Bilbao pressingi, sürətli futbolu və belə Qarabağdakı məcbur edir ki, öz belə polyanın yarısında Qarabağ hissəsində topu itirməyə. Onlara da vaxtla təcrübə lazımdır. Çempionatın zəif olmağı bizdə ona çox böyük bir təsir edir. Çempionat zəif olsa da mən o adamlardan ki, razı deyiləm ki, deyirlər əvvəlki çempionat daha yaxşı idi ki, mənə görə sadəcə onun nostalji hissləri görürlər ki, Bakı yoxdur, Azərbaycan yoxdur və s. Amma müasir Azərbaycan Premyer Liqası düzdür, möhtəşəm səviyyədə olmasa da əvvəlkindən qat-qat maraqlıdır və sadəcə bir məqam var ki, çempionlar uğrunda yəni yarış yoxdur və bu Qarabağa Avropada problem yoxdur. Mən onu deyirəm ki, Avropada böyük bir problem. Amma Avropa uğrunda mübarizə və s. maraqlıdır, amma sözümüz bugün mövzumuz bu deyil. İlk öncə onu da deyim ki, bu bayramdır həqiqətən ölkə üçün. Bunu harda hiss elədim? Yəni Qarabağ uduzdu, Çempionlar Liqasında oynayır. Bu bir faktdır və fərz eləyin ki, mən Adlündə idim. Biz restorandaydıq. Birinci dəqiqədə telefonu qoymuşduq, baxırdıq da oyunu. Birinci dəqiqədə qol oldu. Qaqaş mənə ofisiant kabab gətirdi, amma kababın başını buraxdı. Yəni bax Qarabağ qol vurdu. Qaqaş ofisiant da mənə birlikdə o əlimi belə qoydu. Baxdıq o qola. Sonra davam elədi kabab. Yəni hər kəsin fikri ordadır. Ofisiant yox, süfrəçi xahiş edirəm. Süfrəçi. Aşdo. Azərbaycan dilində danışır. Klub yox, dairə. Amma necə? Yəni elə bir ki, bəzi azərkeşlər deyir ki, ayda necə oldu, uduzdular oynama. Bir balaca çox oldu elə. Yəni bir zəhmət. Amma əgər şanslarını dəyərləndirsək yenə də birinci taym daha yaxşı oldu. Yenə də fizika öz yox, mən sizlə o barədə razı deyiləm. Atletico Bilbao birinci taymda ən azından 3 şansı var idi ki, Qarabağın da şansları daha çox yox idi. Yox, Qarabağa görə utanmırdın da. Yox, mən utanmaq hissiyatını demirəm. Utandırıcı oyun oynamadı. Utandırıcı oyun deyil, əlbəttə utandırıcı oyun İslandiya ilə Azərbaycan oyunu idi ki, 5-0 qutardı. O utandırıcı oyundur.
Bu fəxr oyundur ki, çünki komanda 9 xaldan 6-sını yığdı və azından Çempionlar Liqasında Azərbaycanın rekordunu yazdı. Bundan sonra lap xal yığmasa belə, hər bir halda bizim fəxrimizdir. Söhbət ondan özü rekord qurur, özü də öz rekordunu. Özü rekord gələn il inşallah 6 eləməz, 16 eləyər məsələn. Gəlin keçən buraxılışda bizim ehtimallarımız var idi bu oyunla bağlı və mən təklif edirəm ki, Atletico Bilbao Qarabağ matçı ilə bağlı ehtimalların çəkilməsində birbaşa Elvin iştirak eləsin. Elvin, keçən buraxılışda Atletico Bilbao Qarabağ matçında kim hansı ehtimal deyirdi? Mən emosiyalara qapılıb dedim ki, Qarabağ elə belə demədim, Elvin desin bu oyunu. 3-0 udacaq və bundan sonraki oyunlarda Qarabağ oyunda 3-0 Qarabağın qələbəsini deyəcəm. Bu sözə görə məni heç kəs qınaya bilməz. O birisi insanları qınsınlar ki, Benfica ilə şansları yoxdur. Atletico Bilbao qələbəsini deyən də var. Yaxşı da. Mən demişəm 2 xal yığsa böyük şeydir, 6 xal var. Mən 5 xal demişdim ümumiyyətcə. Mən öz ona görə bundan sonra mən heç kəsə o sözü görə qınaya bilməz. Mən öz sıramda biraz pessimistlik yaşadım və əslində düzdə çıxdım. Atletico Bilbao Qarabağa mən 2-1 deyirdim və 90-cı dəqiqəyə qədər 10 dəqiqə idi. Mən 60 dəqiqə düz deyirdim, hesab 1-1 demişdim. 30 30 dəqiqəni saymadım. Yəni hər şey necə deyirlər düz deyil. Nəysə. Yaxşı. Sizin ehtimallarınız nə idi? Atletico Bilbao Qarabağ matçına şərhlərdə yazın və növbəti oyunda ümumiyyətlə Liqa mərhələsində sizcə Qarabağ neçə xal toplayacaq? Mütləq şərhlərdə yazın. Digər müzakirə etmək istədiyimiz oyunlar belə təklif edirəm ki, İngilis bloku eləyək. İngiltərə klublarının, Premyer Liqa klublarının çıxışlarını bir blokda müzakirə edək. İlk öncə başlayaq Villarreal City oyunundan və mən Villarrealı preview videosunda maksimum qoruyurdum, saxlayırdım, amma indi alınmadı. Hollandı saxlamaq mümkün deyil. 12 oyun dalbadal qol vurur adam yəni. O tərəfindən razıyam. City udmağına əslində normalda demişdik ki, City 3 xalın qazanmalıdır. Amma Villarreal onun City-nin ikinci taymda başını ağrıtdı. Belə dirəkdən qayıdan zərbə, Donnarumma 2 dənə təkbətəyi var idi, çıxartdı və 95-ci dəqiqədə onlarda bir dənə oyunçu idi. Adı yadımdan çıxıb, Ayozo yadıma düşdü. Əyri vurdu da. Prosta qaqaş bu arada Premyer Liqa əfsanəsi Ayozo. Yox, o deyil. Başqa. O da stroku gedib bəs. Qoş oynayıb Betis atardı sonra. Nə Betis oynayır? 3-cü divizionda oynayır. Ayozo Perez. Çıxdı, o deyil, Ayozodur. Prosta Ayozodur, hamı onunla səhv salır. Qaqaş prosta təkbətəyə çıxdı, topu vurdu o bir tərəfə. Bilmirəm niyə. Amma mən bildiyimə görə Nikola Pepe də Guardiola biraz problem yaratdı oyunda. Yaşım Nikola Pepe qayıtdı. Mən Trabzonspordan sonra düşünürəm ki, bu adam öldü uç getdi yəni. Problem yaratmadı. Karyera deyirəm səni ya. Arsenal, Trabzonspor, Villarreal. Pepe normalni. Villarreal qardaşlar. Normalni Guardiola orada biraz sürüdü, normal. Yüngülvari dönə danış göndərdi. Belə də Yüngülvari 2-3 dəfə göndərdi. Asan da olmadı da City bu gözlənilən idi, amma ki yenə də nəticə olaraq City. Sadəcə madəm ki City ilə danışırıq, bir qısa bir sual. Belə riskdə belə blitzdarlığa. Holland Kane yoxsa Mbappe? Kane. Hal-hazırda Kane. Hal-hazırda. Razı deyiləm. Çünki Mbappe. Sən Real nazar keçsən də sizi bilirik də. Niyə adekvat söhbətlər aparırsınız da? Sən Viləşi nazar keçsən. Nə dəxləsi var? Viləşqili spomniyor, masalını Viləşqili deyil o. Yaxşı, gəlin ehtimallarımızı mən bir qolda səhv salmışdım, 1-2 dedim. Hə, ehtimal demişkən da, sən dedin 1-2 demişdim, 2-0. Mən gedim. Ya, orada heç nə. 1-1 demişdin sən. Nə? Villarreal Man City-yə. O qədər güvən. Amma mən bası bağlaydım, sən də inanmı eləmirsən. Mən Türkiyəyə getdim gəldim. Bu arada bası bağlamaqdan da. Bası bağlamaq Kayrat Pafos 4-3. Yox, belə. Kayrat Pafos 4-3 olsa. 4-3 onlar ümumilikdə 4. Pisov Qoqa şansa inanır, gedir o. Nəmi atır zaten. Mənə görə evini satdınız, mən də deyirəm. Ən salamatı 0-0 demişdim. Bu arada Villarreal City-yə mən 2-1 demişəm. Orada biraz 1 2 3 4 5 6 7 8 3 nəfərə hərə bir dənə təxmin deyil. 24 təxmindən bir dənəsi gəlir. Yox. O da Fərmanın 0-0. Yenə də dəqiq şot. Digər müzakirə edəcəyimiz oyun əlbəttə ki, Arsenal Atletico Madriddir və açığı çox kayf aldım bu oyundan. Ümumiyyətlə Atletico Madridi döyəndə kimsə, mən Real olsun ya da başqası olsun bizə döymək çətin nəyə görə? Çünki Fərman bunu deyəsən ya birinci, ikinci buraxılışda demişdik. Atletico mövsümdə 2 oyuna, maksimum 3 bir dəfə də kubokda bizdən görüşsə, Realla oyuna hazırlaşır. Qalan oyunların vecinə də deyil. Prosta mırta
udur. Ya da ki ucuzdur, fərqi yoxdur. Amma o ki onları döydülər. Mən normal mən Arsenal açıqlayanlarda xoşuma gəlmir. Yəni necə Gəlmir, bu ürəkdir də Arsenal. Arsenal bir-birini. Səncə Preston yanaşıram da simpatiyam o qədər də yoxdur. Aslında mənim problemim onunla ibarət ki, mənim şu top altılıqda İngiltərədə heç kim xoşuma gəlmir. Amma şu West Ham xoşuma gəlir. Blin. Niyə də? Niyə bilmirəm. Tanıyıram bir dənə West Ham azarkeşəyim. Nəysə. Bu arada salamlar. Dolma. Mən də tanıyıram. Arsenal 13 dəqiqə. İş yoldaşım Zahid, öpürəm səni. West Ham keçdi. Akası 4-5 nəfərdir, bir nəfər deyil. 13 dəqiqə Atletico Madridi nə qədər o ruslan sözü, kulturno sözü deyim. Atletico məhv elədilər. 13 dəqiqə idi, 13 dəqiqə. Və deyiləsi heç şey yox. Ruslar Akası elə deyir. Ruslar məhv elədilər. Kim? Arsenal Atletico'nda kim Məhv elədi də. Onun vəbki prodruqoyu var. Nəysə, zədəysə. Nəysə, sözümü canlı onunla ibarət ki, Arsenal gözəl klubdur. Superdə bu ildə Premier Liqanın udmalıdır. Bugünkü videomuzu montaj edən Azarkeşə ilə Arsenallıdır. Söz verdi ki, Arsenal tərifləsə klubsuz eləyəcək. Это реально выгляжу просто birisi bir də deyirlər. Nə yer olan deyim, nə mənada. Yəni mənim açığı Arsenal 5-2 Atletico Real 4-0 9-2 Real udurdu Arsenalda belə. 5-1-də Arsenal udurdu da Realı. Hə, odur. Yəni sözümü canlı ondan ibarətdir ki, во-первых, Naşım Stavoşdur. Gökeriş balondur. Hələ ki mən bunu deyirəm və mən deməyə davam edəcəm. Yaydan bəri bunu deyirəm. Başım artıq o Arsenal keçəndən qabaqda bunu demişəm. Çünki mən Suçayını Ballon d'Or mərasimində harda ki Gökerişə verdilər o Gerd Müller trofi. O Avropada ən çox qol vuran Heç yaraşmadı da onunla da o. Mən prosta onun qollarına baxdım. Bu 53 qolu 24-25 mövsümdə kimi vurdu. Düzdür, orada Sisi var, çürümüş gündə Sisiyə xətrik elədi, ikisini penaldan vurdu burada orada. 8 qol vurub 3 oyunda Pasus de Ferreira'ya. 6 qol vurub nə bilim Maritimo'ya və s. Axırda gəlib onu 70 milyon itələdilər. Hələ narazı idi sporçun 100 milyona satmaq istəyirdi. Mənə görə Gökeriş balondu. Amma mən sənə heç. Oyla belə 4-dən vurdular da. Yəni ikisini də Gökeriş vurdu. Boş qapı ikisini vurdu da. Bir dəqiqə arada boy. Birini boş qapıya vurdu, Gabriel'in pasından sonra Cristo da Beman elədi. Yaxşı, bir dəqiqə bu oyuncu futbolda ancaq qoldan sayılır. Yoxan Cruyff demişkən ən gözəl qol boş qapıya vurulan. Davay tak. İndi Deyirsiz Real keçdi, bəs Ronaldo hərdən də boş qapı, ona görə də yaxşı. Bax məqam, mövqe seçimi bir məqamdır, mövqe seçimi. Ki sən bilirsən ki, o adam mövqeyini seçdi, aradan keçdi. Bir də var, sən prosta durursan, top sənə dəyər qapıya girir, o başqa söhbətdir. Arsenal Azərkeşi mən dedim, o məqamı görməmişəm oyunda. Özü dedi ki, bəs Gökerişin oyunda momentləri var idi ki, harda ki Gökerişi 3 nəfər tuturdu və sağdan soldan digər oyuncular boş prostranstvo var. Bu Holland eləyir də. Holland onu Benzema eləyirdi Ronaldo üçün və Benzemanı 7 il hamı söyürdü, bir dənə məndən başqa. Qardaşım, Real City-yə uduzanda 4-0 hesab elə. Kimin şotla uduzdu? Hollandan. Çünki 2 nəfər o Ancelotti həmin məqamda Rüdigeri buraxmadı meydana. 2 nəfər məcbur tuturdu Hollanda və sən yəni Gökeriş Hollandan bu məqamda müqayisə edə bilməzsən də. Holland bu cəhətdən qat-qat üst. Yox, üstü, amma tip olaraq taranlıdır da ikisi. Mən prosta Gökeriş bəlkə sürətdə daha yaxşıdır. Arsenalın bu dəqiqə elə heyəti var ki, kimsə zədələnəndə komanda effektivliyini itirmir. İkinci sastavla da olur. Yaxşı, madəm ki, hələ ki efir rejissoru mənə oradan pomidor zad atmır, yəni bu məqamı da keçək, ehtimallarımıza keçək. İlk öncə Fərman, Arsenal Atletico Madrid 1-1 gəldi. Sən bu nə harmısan? Alvarez o boş qapını vursaydı bəlkəmdə. 1-1 olacaq. Arsenal Atletico Madrid 1 xal. Bir xal. Elə deməmişdim. Xahiş. 1 xal. Belə demişdim. O da Almanda bu dəfə. Yox, Alman. Arsenal Atletico Madrid mən demişdim 2-0. Başdı. Oca yəni xahiş edirəm pomidordan atılması 2-0 demişəm yəni. O da yine yalan deyim Atletico'ya görə. Atletico'ya görə. Və son İngilis blokunda son maç Eintracht Liverpool. Dedim alqoritm işləyir qardaşım. 5-1 işləyir də işləyir. 5-1 qardaşım. Amma düzdür mən Liverpooldan gözləmirdim. İndi demək istəyirik ki, gələn oyun 2 dənə stavka edirsiniz. 5-1 ya Eintracht'dır, 5-1 uduzur. Və hərəsində də bir kupça. Biri bağın kupçası, biri də evin kupçası. Liverpooldan 4 məğlubiyyətdən sonra bunu gözləmək olardı. Gözləmək olardı. Prosta Eintracht kimsə dəğbaşla qaldırıb. Yəni çox pis vəziyyətdədirlər. Hücum çox yaxşıdır. Müdafiə çox o şəkil var. Ferrari qabağıdır, arxada 0-7-dir də bilinən o söhbətdir də yəni. Pis komanda deyil. Pis komanda deyil. Sadəcə Liverpool bu o zəif oyunlarıyla bizə göstərdi ki, biz inandıq ki, Eintracht nəsə eləyə bilər öz meydançasında. Çünki həmin o Galatasaray 5-1 udub
o Galatasaray Liverpool ucuzdu öz Şükrü Saracoğlu nəsə onların stadionu Rams Park. Hə, Rams Park. Galatasaray stadionu. Rams Park. Okay. Sponsorship, Orada ucuzandan sponsorship. sonra, oradan ucuzandan sonra biz dedik ki, Liverpool burada Galatasaray ucuzsa, azından bir Eintracht nəsə eləməlidir. Amma Salahı əvəzdə saxlayıb görsək ki, Salahsız da komanda oynaya bilər. Onu deyəcəkdim ki, yəni mən birinci dəfə gördüm ki, Salahsız bunlar çox gözəl. Vaxt sadəcə maraqlıdır. Bunlar Isak'la o Ektikeni aldılar. İkisi də start heyəti oyunçusu normalda, amma ikisi də bir-birini copy paste edir. Eyni tipli oyunçular da. Yazıq Ektikeni düşdü şey səncə Benzema kimi zibilə düşdü da. Ya sağa gedir, ya sola gedir. Olsun qolları vurur ki. Nə var vurur? Orada itiraz. Yox. İsaka baxanda normal bir oyun görsədir də. İsaka baxan o eləmdə qol vurmuyor. Bir ironiya da var. İkinci efir rejissorumuz da bu ironiyanı bəyənəcək. İroniya ondan ibarətdir ki, Eintracht Galatasaray utdu, amma indi Galatasarayın Eintrachtda 3 xal daha çox xalı var yəni. Aynı Galatasaray yuxarılarda da Eintracht aşağılardadır. İndi o başqa. Piore. Və ehtimalları müzakirə edək. 2-2 demiş. 2-2. Fərman, pəs bəlkə ehtimalları biz ancaq Elvindən aparaq. Sən siz belə güclü tapdınız axı. Mən 5-1 dedim. Ara baxsan mən Ara ən azından düz demişəm. 5-1 demişəm. 5-1 deyib, yox, Eintracht Liverpool 1-1 demisən. 5-1 dedim. Mən sizə dedim ki, alqoritm gələcək. Yox, mən orada sual verdim ki, 1-0 idi. Daha gördüm gəldə sual vermisiniz, Eintracht dirəşmisiniz. Liverpool demişəm ki, 3-2 Liverpool Mən 5-1 udacaq. demişəm. Hələ ki, ən azı nəticə cəhətdən düz deyirəm. Nəysə, gəlin onda İngilis klubları ilə yekunlaşdırdıq. Uşaqlar, siz yazın. Bu İngilis klubları arasında ümumiyyətlə Chelsea daxil olmaqla ümumiyyətlə Tottenham da həmçinin hansı İngilis klubu bu il Çempionlar Liqasında ən yaxşı nəticəni göstərəcək bu İngilis klubları arasında? Mütləq onu şərhlərdə yazın və Arsenal keçləri üzülü sayın. Və bu gün müzakirə edəcəyimiz son oyunlar keçən buraxışda qeyd etdiyimiz oyunlardan biri Galatasaray Bodo Glimt. Gözlənilən nəticə. Niyə gözlənilən qardaşım? Galatasaray niyə Galatasaray udmalıydı da. Glimt yaxşı qarşı. Bodo Glimt bizdə evdə şir, çöldə fərə söhbəti. Norveçdən qırağa çıxdı. O bu Norveçin qonşuları kimdir? İsveç. İsveç. Sən dedin İsveç. Samneniya saxlamaq üzrə. İsveçdir. Çaşdığın dedin ki, İsveç dedi də yazıq da. Qardaş, düz demirsən də qardaş. Çempionlar Liqası podkastı İsveç. Yaxşı, o şimdi Norveçdən qırağa çıxırlar, ölür söhbət, o bütün oyunçuları, bütün atmosferi, bütün hər şey Nikitası zadı, yazıq Nikita. Heç nədə Çempionlar Liqasının Boliviyasıdır da bu. Deşdilər də Nikita Kavic'i. Boliviyadır o, yox. Düz deyir də, Boliviya hamı gəlir öz polyasına 6000 metrdə 6 dənə vurur, gedir qıraq yerdə. Mən sadəcə maraqlıyım. Mən əminəm ki, bizim buraxılışı, yəni oradan Azərbaycan da bazar düzündə zət oynasın. 4400 dollar. Sən çıx ki, biraz havalı qal gələrsən. Bəlkə bu. Sən də çıxıb bazar düzünə qayıdarsan. Uşaqlar, mən sadəcə maraqlıyım. Galatasaray neçə milyon xərclədi? 150 milyon. Yadımda deyil. 150-200 milyon xərclədi də vəbşimdə. Kişi kişinin pulunu saymaz, amma biz sayırıq. Mən ümumiyyətlə mühasib işləyirəm, mən başı. Mən də kassada. Amma kişi pul saymaz. Uşaqlar, Galatasaray bu start heyətlə, ümumiyyətlə bu geniş maraqlı heyətlə sizcə proqnozunuz bu mövsüm? 24-lük də. Bax 3 turdan sonra, 3 turdan sonra. Birinci turdan sonra mən demişdim ki, ən yaxşı halda 36, 34, 33 tutacaq. Çünki 5-1 udmuşdular da birinci oyunda. Sənin ehtimalların. 3 turdan sonra. Amma 3 turdan sonra görsən ki, Galatasaray öz meydançasında oynaya bilər. Və növbəti turda belə mən bilən güclü rəqib deyildi, onları da udmalı. Son bir dənə belə yaradarıq da kontrastda, yəni bunu əvvəl dedikləri o Qarabağ o vaxtı gələndə hər şeyin öz vaxtı. Necə yəni dəyişilir insan. Elə olmalı ki, borcu çıxmadı. Prosta nə? Elə demədə Fuflopos. Səncə Galatasaray heç düşməyəcək 24-lüyə. Düşməyəcək? Mən düşəcək. Sən nə görə hələ ən azı 2 onun ev oyunu var. Orada bir ehtimal Galatasarayın güclü oyunçu birinci səbətdən kimlə oyuna qalıb? Heç yadımda deyil söz. Inter qalıb lalı deyirsən, səhv eləmirəm. Inter bilib danışırsan. Onda düşəcək 24. Həqiqət Interə danışırsa elə şeydə danışaq da Inter məsələsi. Inter Fərmana qarşı. Inter məsələ üçün. Bax Inter kimlə? Gözlə biz Galatasaray ehtimalları demədik. Deməli Galatasaray ehtimal Fərman 2-0 demişdim. Bodo məğlubiyyəti 2-0, yəni Galatasarayın qalibiyyəti, Elvin 1-0. Prosta hər şey bir şey deyib də. Və məndə Galatasaray Bodo 2-1. Prinsipə biz Fərmanla qələbəsini tutduq, amma sən çox inandın da Nikita Xaykin. Xaylıyla da. Yaxşı, keçək əsas məsələyə. Deməli Saint Julius Inter maçı.
3-0 demişdim də. Mən sadəcə Mal Inter nə vaxt normal komandanla oynamağa başlayır. Deyəsən gələn tur. Gələn tur məsəf Atletico eləmirsə, da? Atletico yoxsa Yox, Liverpool? yox. Gələn tur güclü rəqibdir. Kayratla oynayır. Kayrat güclü prinsipə. Səfərdə evdə? Evdə. Ay aman. Stadionda da evdə deyəndə. Milan. Xüsusən mənzildə. Uşaqlar Bu komandanın prosta bir sənəcər tükü var da. mən nə vaxt baxıram, indi liqa mərhələsinə nə vaxt baxıram deyim ki, 2 il gedir də. Nə vaxt baxıram, Ləşbərlərlə oynayır Inter. Nə başa düşürəm, keçən o da düşəndə də rahat yolu. Yadımda orada Barselona çıxa bilməz. Yox, yarım finalda da indi. Yox, Barselona çıxmaq şərti. Yadınızda idi, yarım finala çıxdılar onlar. City ilə. City. Orada kimi keçdilər ki, Porto, ölmüş Milanı, Benfica. Ya Porto Benfica razıyam, Milan da ölmüş Milan idi da. Ölmüşdü. Yox, Milan həmin yaxşı formada idi. Həmin Postu Champions ki Milan idi qardaşım. Qardaş, Milan həmin o City Real'ın qabağına düşsəydi, Çempionski idi. Milan deyəsən götürdü həmini. Niyyət Napoli götürdü. Napoli. Napoli qısat Murat Etet Milan 4-1-də Milanı utdu. Napoli utdu, sonra Inter oynadı. Nəysə, orada yazıda demişdik İtalyan klubları saldılar bir yerə ki, bir də İtalyan klubları danışırsan. Okay, Inter çox uzatmayaq. Inter nə vaxt normal komanda oynasa, bir də onu o vaxt müzakirə edək məncə. Çünki Inter azərkeşlər özləri başa düşürəm. Inter keçən il qrupda yadımda da Arsenal'la da oynamışdı və s. amma o oyunlar, yəni qalan oyunların yanında çökür də. Nə Ləşbər var reytinqin aşağısında. Hamısından oynayır biz. Zadalbaz. 4-cü setkadan da. 4-cü setkayla bütün rəqiblər 4-cü setkadan da. Olmaz axı belə. Amma nə deyirdik biz Inter oyunlarında? Mən 3-0 dedim. Sən 3-0 dedin, Inter 4-dən qurtardı. 3-0 dedin sən Interin qələbəsi 3-1. Hardasa Senjolesa bir Inter adası pis deməli idi. 3-1 dedin. Məncə gol buraxacaq. Hə, mən də dedim 1-0 udacaq. No prinsipi əvvəldə kimi Elvin No. Elvin demişkən son maçımızda müzakirə etdik. Real Madrid, Juventus. Və sən mikrofonu söndürək. Bəli, mən gedim siz özünüz danışın barədə. Mənə görə Fərban, Juventusla Xetafe arasında biz dalbadala oynadıq onlarla. Juventusla Xetafe arasında fərq ondan ibarətdir ki, bu biraz adı-saldıq. Bu biz bildik. Razı deyiləm. İkisi də eyni oyun oynayırlar da, yəni. Yox, niyə? Belə birinci tayımın əvvəlində Juventus normal başlamışdı. Birinci tayımlar Real bilsəndə, tayımın ilk 10 dəqiqəsi. Amma ikinci tayım elə başlamadı axı. İkinci tayım normal başladı. Birinci tayım heç olmasa. Birinci tayım da Real yaxşı oynadı. Amma birinci 10 dəqiqədən sonra. Amma ki, gəlir o Radi Priliça sözü var. Boynumuza da Allah ki, qoldan sonra 62-ci dəqiqədə İbrahim Diaz elədi, qırmızı idi. Tərtəmiz qırmızı idi. Belə deyim, narıncı idi. Yox, qırmızı idi da. Orada bizə nədir? Ondan o tərəfə ayağa girmək yox. Qardaşım, yəni Həftə 8 mən 9 onun dəxliyyəti yoxdur. Sən təsadüfən vurdun, istəmə. Sən açıq ayağından oyunçunun ayağına girmisən. Mən fərq yoxdur. Qardaşım, Real La Ligada oynanan hamısı da girirlər. La Liqanın boyu qırağı. Mən Çempionlar Liqasından danışıram. Juventus həftə 8 mən 9 ona görə qırmızı alır. Bir də üzr istəyirəm. Yəni qırmızı məncə var idi, amma ki mən demirəm ki, ona görə uduzdu Juventus. Yəni ondan sonra da inanmıram ki, qırmızı olsun belə yəni Juventus eləyəcəkdi. Yəni Tutur qovacaqlar yoxsa səncə? Tuturluq bir şey deyil. Yəni Şırla namıyla minəyət. Burat heyət də pis deyil. Nəyin çatmır da və qurban olum sən. Niyə deyir ki, potensial kim var ki, əvəz edə biləcək. Əvəz edici yəni bir söz necə söküb təzədən yığmaq lazımdır. Sistem o sistemdir. Moddanı gətirdiniz. Moddanı da o vaxt. Ay sağ, sistemi yazıq başladı da yavaş-yavaş qurmağa. Birdən böyünə çöndü ki, getsin. Amma moddadan sən nə gözləyirdin də? Yəni insan Bologna 4-cü yerə çıxardı. Adam okey də, yəni. İnsan Bologna da ilk mövsümdə eləmədi onu. İkinci, üçüncü mövsümdə başladı yığmağa. Yəni də birincisi sən o istədiyim transferləri vermirsən. İkincisi sən Vlahovic sənin Yugoslaviyadan bu tərəfə bütün nə ənkə və əcdadın varsa, həmin momentdə getdi. Salam dedi. Ha, təkbətəkdə. Hə, təbii. Qısaca Real müdafiəsinə buradan salamlar. Nə müdafiə? Prüçomsiz müdafiə. Qardaşım, sol ayağına düşüb, sol ayaqaysan, vur da dayda. Bütün stadionu sən qarşına baxırdım, özü bir hansı momentə oxşayırdı. Da o Torresin Barcelona vurduğu moment var. Prosta burada Militao var idi. Orada Barcelona'da Militao oynamır. Sanırım orada Militao da vurmayacaq. Hə, Militao yox, Sivota Puyol qaçırdı Torres'dan ancaq yəni. No, yox, fərqi yox. 3 metr fərqləri var idi. Kim mənə dedi, qoşdu, yoruldu. Mən dedim o sözü. Git sən geri
işdə deyə bilərsən mən bunu yoruldum. Yo, işdə mən Özdə qaçmıram 60 axı. dəqiqə idi, imza dedi. Obyektiv desən mən yoruldum, mən getdim evə. Sən qopaz qoymaram başını. Yox, mən səninlə işləmirəm bu birincisi. İkincisi o də qədər də maaş almırsan ikincisi. Juventusda ən bahalı oyunçunu Mənə alır. o qədər maaş versəydilər, mən 2 kruk asardım o stadionda. Bir də sual daha çox belə çıxır ki, Fərman Raul Asensio elədiyi ilə hansısa qrexlərini təmizləmiş oldu yoxsa? Raul Asensio. Vəbşə də özü yaratdı o epizodu ən əvvəldə. Sonra özü də düzəltdi o podkastda o söhbəti. Raul Asensio podkastın deyirsənsə, orada Raul Asensio olmasaydı belə, Kurtağa Apenda getirdi. düz Kurtağın üstə vurur. Apenda nə orada qardaşım, yəni Realla oynayırsan da sən asfarda pasdaşırsınız, neyinirsiniz? Bunlar göyə şey eləyirlər də. Əsəb idi də oyunda. Oyunda bir Gatsini çıxıram, bir də De Gregorion çıxıram. Qalan hamısı De Gregorio Buffon oldu da həmin o. Gatsi ondan çox işlədi. Qardaşım sözünə əsasən De Gregorio mövsümdə 2 dəfə yaxşı oynayıb. Klublar dünya çempionatında Real qarşı və indi Real qarşı. Aç bax oyunlara sənə deyəcəm. Və oyunlara mən baxıram, mən sənə deyirəm. Yəni. Özüm ölüm elədi. Ha bəlkə özünü satmaq istəyir Luninin yerinə. Bəlkə də Murat Alonda Kurtağın yaşı keçmir. Yox, 34 yaşı var. Nə də 34 azdır. Nə, yapsın sonra qədər. Nəysə, bir Juventus azarkeşi olaraq Juventusun belə oyununa baxmaq mənə çox çətindir, zarafatsız da, yəni biz öyrəşməmişik də, yəni düzdür, Real güclü ola bilərdi, amma belə əzik, belə yazıq oyun göstərmək, yəni Lucho heç oyuna çıxmazdı, özümü 3-0 ilə yapardı. Real'a xoşuma gəlməyən bir şey var ki, Tudorun bir bağışda sözü yox. Tudorun bir dənə səhv var ki, Zamen gec eləyir də, yəni. Bir də düzgün eləmir. Düzgün. Bir ümumiyyət eləməsə yaxşıdır. Çox primitiv oyun göstərirlər. Realın da problemi nədir? O da hani переигрывают. Эти не доигрывают, а эти переигрывают. Yox, Real'ın Nə problemi qədər Patsibeyli də. Patsibey sən daha bir dənə vurur. Real üçə qızıcı. Yox, indi Patsibeyli deyə Bellingham oyuncu Ayşə, çıxmışdı. Onu orada Openda eləsəydi Raul Asensio üçün. Raul Asensio gəlmişdi sentyabr Kruguyev idi elə. Amma Real'ın ən böyük problemi bağlı oynayan komandalarla çox böyük çətinliklər çəkir və uzaqdan zərbə, yenə də deyirəm, uzaqdan Tez-tez eləmək lazımdır, razıyam. Var da valideyndir, hamısı da vurur da, Problemdir. Realizasiya, Mbappe olmağına baxmayaraq realizasiyada problem var. Mbappe momenti olma, bir dənə moment, 2 dənə moment oldu. Problem ondan ibarətdir ki, 11 oyunda Abuda vururdu. Mən də onu götürüb Fantasy'də kapitan kimsə Fantasy oynayırsa, like Mbappe ilə 11 oyundan sonra qırıldı da. Harca qırılmalı idi. Mən Juventus gözləmirəm açıq. Juventus sənin üçün çünki mən Barcelona ümumiyyətlə Interdir, yoxsa Manchester Uniteddir. Mən ildən Brüggedir. Mən Zanani deməyəcəm Real Barcelona olacaq bu həftə sonu yoxsa yox, amma mən əmin idim ki, yəni Juventus daha çətin idi Mbappe üçün qol vurmaq. Yəni ki, Barcelona üçün yuxarı belə müdafiə xətti ilə oynayır. Juventus yox. Ona görə Juventus qol vurmaqda mən elə bilirəm ki, Juventus qol vursa, 100% Barcelona qol vursa, seriyada oynayacaq. Juventus qapansa da belə güclü müdafiəsi də yox idi. Yəni çoxluğu var idi. Qaççıdan başqa Vinicius kimi qarşı oyunçulara biraz çətin oyunçular məsələdir. Çoxluğu var, sürətli oyunçular üçün ən böyük Vinicius problem. onu gözləyirdi, qaçı çox Vinicius, olsun. yox, bildiyimdə Vinicius qolu elə heç nədən yaratdı. Yəni onu deyirəm, o da gözləyir ki, yığışın bir yerə, bir dənə boşluqlu pas verim ora. Prinsipi Bellingham əgər belə nəzərə alsaq, Bellingham boşluqdan girdi. Yox, Qapıya vurdu deyə Bellingham boşluqdan çıxdı. Da boşluqdan çıxdı da. Baxmayın ki, çox idilər. Çoxluq yəni zat da. Ola ki, əmin, başın sağ olsun. Başın sağ olsun brat. Yaxşı Düzələr. Əsas 24-yə düşməkdir. Yəni bir də mən açıq yəni. Gözləməli idi. 16-lığa mən düşəcək deyirəm yəni. Baxaq da. Yəni o 24-lük 16-lıq var 8-dən sonra. Onun yuxarı setkasına düşəcək mən. Hələ gələn oyunlar biraz rahat. Bəs ehtimal olaraq biz nə deyirdik? Fərman Real Juventus maçında 3-1 deyirdi, Elvin 2-2 deyirdi. 4-2 deyirdim. Hə, mən də 4-2 dedim. Çox gol istəyirik. Hamısını boşu demişik. Amma normalda çox gol demişkən. Bu arada Çempionlar Liqasının tarixində bir turda ən çox gol vurulmuşdu, rekord sayı. 71 dənə gol. 71 gol. Yəni bu xokkey deyil, bu basketbol deyil, bu Çempionlar Liqasının 3-cü turu idi. Sadəcə maraqlıdır ki, maraqlıdır ki 6-2 niyə PSV Napoli? Hə, Napoli qol oradan niyə bilmirəm. Mən deyəndə Conte çatanda Çempionlar Liqasına deyib, mən getdim, bura qədər özüm. Mən sadəcə açıq mənim maraqlı gəldi, biraz Padvinto statistika. PSV Napolinin ötürmə xəttlərinə baxırdım ki, yəni kimlə nə strukturda oynayır da. PSV struktursuz oynayır. Prosta sola ötürmələr gedir də. Orada sağ tərəf kim oynayır sağ cinahlı müdafiəçi? De Laurentiis kapitan. Yox, var idi üstdən sonra. Olmaz. İzvinəyiz. Olmurdu ki. De Laurentiis. Hə,
İkinci turda City qırmızı almadı o. Yox, birinci tur idi. Birinci tur idi. Birinci turda, hə. Bunlar sport. Yəni onlar orada nə tapdılar? Orada nə bilim pulsuz O qabağa iki Thiago sol torpaq çox idi. idi. Mən jırni, belə necə çox jırni, belə iti ora xəttlərdi. Napoli isə struktur normal futbol oynayırdı, hə. PSV nətər bunu elədi? PSV özdə 3-2 idi deyəsən. Sağ cinah idi, sol cinah idi. Perisic də öyle. Napoli'nin sağ cinahı müdafiə. Perisic solda oynayır da. Yox, bax. O qardaşım mümkün deyildi ya. Ara baxıram xəttlər ora. Yaponiyalı Perisic не нападал особо. Вот это все там мам. Yo, mən əslində oyuna da biz obzorda baxanda ümumiyyətlə bütün xətt hücumlar PSV sol cinahındandır. Tutmadım, amma Conte'nin yenə o zirzibili Avropada nə isə başqa hansı oyun? 7-2 Bayern PSG. Komanda yəni. Bilinirdi ki, udacaq, amma 7-2 yox da. Birinci taymda 2 qırmızı, 2 penal, 5 dənə də qol. Gərək ona baxaq. Nə qədər qırmızı, nə Yox, qədər. ümumiyyətlə ilk öncə Grimaldo salamlar olsun. Sastava qoydum onu, getdi penal vurmadı, sonra asist verdi, sağ olsun. Bir xalını da yola verdi də yəni. Necə başlamışdı? Amma Barcelona oyunda o şapalaq vurdu deyə müdafiəçi qırmızı aldı. 3-1 idi, söhbət ölür də, Barcelona da hücuma zada getmir. Şapalaq vurdu, Barcelona beynini atdı, üçünü də vurdu, 6-1. Şapalaq vurdu ki, belə elədi, sifətinə dəydi, qırmızı aldı. İkinci sarı da, hə. Sifətə dəymən. Yox, dəydi. Çox üzr istəyirəm. Yəni Barcelona da 6-1 utdu. Hə, o deyil. Üçünü də vurdu da beynini atdı. Maraldır. Görə baxaq, yəni nə olacaq həftə Amma məncə Barcelona yaxşı oyun göstərmədi. Yəni düzdür, hesab onu demir, amma oyun olaraq, yəni mən Olympiakos ikinci hissəyə baxdım. Olympiakos da o Erik Kaci'dir kimdir, o qol vuran. O həqiqətində yenə vura bilərdi. Plus ondan qabaq mən Girona maçı baxdım. Girona biraz mənniyi olsaydı, yəni 4 udardı oyunda. Yəni çünki elə bir ki, Flick Alman deyir, ləzgidir, tərs ləzgidir də. Deyir qardaş mən, yəni bu nə olsun məndə Inigo yoxdur, nə olsun Araujo offside-lərdə başa düşmür. Mən qardaş bu xətt yuxarı xəttlə oynayacağam da. Ya dirəşib də. Prosta yəni Allah Girona yerinə nə bilim kim olar. De Sevilla göstərdə nə olur da qardaş da. Girona kimi yerinə normal biraz komanda olanda istifadə edirlər. Ümid edirəm ki, Real da istifadə edəcək. Bu gün isə bu qədər. Uşaqlar, siz 3-cü tur haqqında nə düşünürsünüz? Zəhmət olmasa şərhlərdə öz fikirlərinizi yazın. Sizinlə Fərman, Elvin və mən Abdul idik. Bizim sosial şəbəkələrimizdə abunə olmağı unutmayın. Uğurlar. Sağ olun.